Allahın salamı, rəhmət və bərəkəti olsun Əhl-Beyt aşiqlərinə. Bu günləri mən sizinlə belə başlayayım da, başlanğıcı ki, xoşqədəmlə irəli. Mən televiziyaya baxmıram verilişlərinə. Elə görürsən ki, sosial şəbəkələrdə çıxır da qabağıma. Çıxanda gördüm dalbadala bu sosial şəbəkələrdə bu xoşqədəmin verilişləri çıxır qabağıma. 2 il bundan qabaq elənən söhbət, 1 il bundan qabaq bitirilən məsələ yenə də gündəmdədir. Bu Gülxanım nə olan bir şeydir ki, bu hansı reytinqi verir xoşqədəmə, mən onu bilmirəm, maraqlana bilmirəm ki, hansı reytinqi tutur bundan bu. Nəsə bir xeyir əldə eləyirmi, bunu reklam eləyir belə. Bunu bu cəmiyyətə niyə reklam eləyirsən? Ay xoşqədəm. Özündə namusdan, qeyrətdən, vicdandan danışırsan. Sənin bu reklam elədiyin Gülxanımdan xəbərin olaraqdan, bilərəkdən sən bunu reklam eləyirsən ki, indiki cəmiyyətdə yaşayan qızlar, gəlinlər, qadınlar Gülxanımı örnək göstərirsən də bunlara ki, yəni belə olun. Ayaq üstə bax, belə durarlar, belə başararlar. Gülxanım 1 il bundan qabaq boşandı bayramdan. Bitdi hər şey. Uşaqlara da sahib çıxmadı, gətirmişdi uşaqların verirdi şeyə. Uşaqlar evinə, hə? Bayram gəldi, sahib çıxdı uşaqlarına, götürdü, apardı. Bayram belə yalvardı, indi hamınız orada bayramı qınayırsınız. Heç bilmirəm, bayram kimdir, Gülxanım kimdir. Ümumiyyətlə mən gedəşata baxıram, verilişə baxıram, oy verirəm. Hamınız bayramı qınayırsınız ki, Gülxanımı sən bugünə qoydun, yaman günə qoydun, pis günə qoydun. Niyə? Gülxanım gəldi şəhərə xoşqədəmin verilişinə, uşaqların uşaq evinə qoymaqdan ötürü. Sonra başladı dedi ki, mən boşanıram, bayramı bəyənmirəm, sevmirəm oyu. Nifrət eləyirəm bayrama. Bunu qışqıra-qışqıra bu televiziya ekranında hamı eşidir, bilir. Qışqıra-qışqıra təkrarən deyir. Bəs bunu sevmir. Əcəb eləyirsən. Belə xoşun gəlmir, irgənirsən bayramdan. Boşandın, uşağa da sahib çıxmadın ki, qocalar evinə verirəm, bayrama vermirəm. Bayram dedim, mən ölməmişəm ki, aparıb evladlarımı saxlayacağım. Aparıb saxlayır, pis yaxşı, fəhlə adamdır. Az tapır, az yedizdirir, çox tapır, çox yedizdirir. Sən qaldın tək tanha sərbəst şəhərdə. Dedim ki, ayaq üstə duracam, işləyəcəm, duracam, uşaqlarımı da alacam qənədimin altına. Bəs sən neynədin Gülxanım? Bax, neynədin? Sən ayaq üstə durmaq əvəzinə, boşanandan 2 ay sonrasına başqa birisini tapdın. İndi sən orada müdafiə edir, hacı müdafiə edir, səndən örtü özün öldürür bəlkə. Ondan sonra Ramal Təhsil Nazirliyindən gəlib, o səni müdafiə edir, necə ki var. Xoşqədəmdəkin o heç. Xoşqədəm səni nə qədərə səlahiyyət veribsə, dünənlərim mən baxdım, əsəbimdən dedim ki, ilahi bu dünyanın, bu Azərbaycanın yiyəsi yoxdur ki, Gülxanım burada hegemonluq edir, o cürlə cikkə vurub qışqırır. Bu efir qaydasıdır. Bu səlahiyyəti kim verib Gülxanıma? Xoşqədəm. Bir dənə münsifləri qoymur ağzını açmağa Xoşqədəm ki, sən bilmirsən. Elə deyir, indi mən bunu çöl atım, atmadın çölə, müdafiə elədin. Boşandı, uşaqlarını da verdim. Cavan gəlindir, bu tək canlar, bir işləyib özünü saxlaya bilmir. Hacı apardı, iş verdi yanında. Elə ondan sonrasına, hacının yanında o işləyəndən sonrasına Gülxanımın devranı devrildi, çevrildi. Bayrama da iş verdi. Orada indi hacı verir, bayramla savaşırlardı, bayram gün vermirdi. Bax, bir sual verirəm. Bax, elə bütün bu Azərbaycan xalqının hamısına verirəm. Ya hacısı olsun, ya Ramalı olsun, ya Xoşqədəmi olsun. Sizin ailənizdə, indi Ramal bəy deyir ki, eləyən hamısı Rəşadın bacısıdır. Rəşadı müdafiə eləyir, Rəşadın arxasında durub. Ramal, sənin bacının başına bu iş gəlsə, sənin başına bu iş gəlsə, bacın sənin arxasında durmaz. Və yaxud da sizin ailənizdən, sizin arvadınız Gülxanım kimi hərəkət eləsə, oy qəbul eləyərsiniz. Mənə cavablandırın. Sualım elə Hacıyadır, Xoşqədəmədir, Ramaladır. Sizin ailənizdə Gülxanım kimi hərəkət eləyən qadın olsa, oy qəbul eləyərsiniz, necə qiymətləndirərsiniz? Siz niyə bu Azərbaycan xalqının, qızların, gəlinlərin hamısını pozursunuz?
Siz şərait yaradırsınız pozulmağına. Yerindən duran 2 uşağını atıb çıxıb gələcək şəhərə. Şəhərdə nə var? Niyə siz bu qadınların hamısını... Sizin məqsədiniz nədir? Bax, başa düşmək olmur. Nəyə qulluq eləyirsiniz? Kimə qulluq eləyirsiniz? Ümumiyyətlə, Xoşqədəmin proqramı bağlanmalıdır. Ora yığılan o yalancı münsiflər var, ha, bəzilərinin çıxmaq şərti ilə. Onlara da imkan verilmir ki, danışa. Sən danışma. Bəs bu münsifləri niyə yığmısan bura sən? Şəkil çəkdirməyə yığmısan? Gülxanıma heç kim... Dəm-bədəm tez-tez deyir ki, Gülxanım əsəbləşmə, sən əsəbləşmək olmaz. Niyə olmur? Gülxanım əsəbləşdirir hamını. Gülxanımdan soruşa bilmirsiniz ki, can yiyəsi, oğlan, o Rəşad deyir ki, uşaq mənim deyir. DNT analizi, DNT analizi Xoşqədəmin əlindədir. İstəyəcək Rəşada tərəf olacaq, istəyəcək Gülxanıma tərəf olacaq. Elə bütün DNT analizini keçirdən oradakı, nə deyim, açıblar ha, veriliş açanlar. Hamısı özlərinin əllərindədir, özlərinin həkimlərinin əlindədir. Rəşadın yerinə olsam, Gülxanımı götürüb apararam, tam başqa bir şəhərdə. DNT analizi də verdirərəm. Görsün onun uşağı var, yoxdur və yaxud da bundan da bundan deyir. Sənin niyə DNT analizi Rəşad inanmalıdır? Bax, niyə? Heç orada bax, münsiflərin heç biri, heç orada oturanlar da, heç biri demir ki, sənin həkimə niyə inanmalıdır Rəşad? Onda nə qədərinə tupoy olasan ki, sənin analizə inanalar. Necə ki, Zaur Bəxşəliyevin nədir, verilişində Pərvinlə o oğlanın adı nədir, Qazinin. Uşağı oldu, DNT analizdən çıxartdılar ki, bəli, atası budur. İndi də çıxardıblar ki, atası deyir bu. Qız deyir ki, atası deyir o. Başqasıdır. Milləti, xalqı niyə alladırsınız? Bax, niyə? Ta namus qeyrət nə deməkdir? Namusu qeyrəti itə atıblar, it yeməyib. İt yeməyib. Amma bizim millət yeyir. Bəziləri. Bəziləri yeyir. Ta bizdə nə namus, nə qeyrət olacaq? Sizin evlatlarınızda, gəlinlərinizdə, qızlarınızda, bacılarınızda nə qeyrət olacaq, namus olacaq? Bu şeyin ki, təbliğatçısı sizsiniz. Bunu siz təbliğ eləyirsiniz. Ki, belə olmaq lazımdır. Deməli, bu dövlətin yiyəsi yoxdur ki, sizin kimlər at oynadır. Gör, Xoşqədəm nə qədərinə ona volya verib ki, Gülxanım der, buradakilərin hamısını der, qılıncdan keçirdərəm. O qışqırıq nə idi, dünənki qışqırıq? Bax, indi mən danışıram, atacam. Veriliş başlayınca oxuyarsınız. Bax, dünənki o qışqırıq nə idi, çikkə çəkib qışqırırdı. Deməli, bu 3-cü namizədi bəyənmir. 2 ay gözləyir, o kişi kim idisə, adını bilmirəm, adını nə deyirdiniz? Ki, dedi, evim var, eşigim var, ha, deyir, mən harada qalacam? Gözünün içində qalacam. Get canın çıxsın, dədənin xarabasında qal, ananın xarabasında qal. Qohum əqrəbin var, get özüyə belə, get, nə deyir bu, sığınacaqda qal. Sən elə kimsə saxlamalıdır. Sən elə boşanmışdın, 3 uşağın dərdini çəkirdinsə, işləyirdin, qazanaydın, 1000 manat, 2000 manat yığıydın ki, kirayə pulu yığmışam, balalarımı da yığım başıma, alimentimi də alım, saxlayım uşaqlarımı. Sən uşaq dərdi çəkmirsən, sən kefinin dalıcan getdin. 2 ay boşanandan sonrasına birini tapdın. İndi hələ heç qarındakı əkizləri doğmamsan, hələ 2 ay var, biri çıxıb namizəd. Narahat olma, 3-cü namizədində hazırdır. Belənçikləri örnək ilə çıxardır Xoşqədəm ki, mən bunu müdafiə eləməyələm. Elə də nə, get qazi uşaqlarının elə ilə, qazi balalarının, arvadlarının elə ilə. Hamısı az yalavaz qalıblar, qırılıb batırırlar. Elə də onlardan çağır danışdın, ha? Şəhidlərin ailəsindən, uşağından danışdı. Sən 2 ildir sənin proqramın Gülxanımla başlayıb. Hələ bitmir. Bağışlayın əsəbləşdiyimə görə Allah özü qayda qalsın. Allah özü bu millətin qaydına qalsın. Onsuz da Azərbaycanın 90% pozğundur. 90%. O 10% Allah qorusun heç olmasa.